Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də spesifikasiya haqqında danışacağıq və override qaydalarını sizə göstərəcəm. Daha sonra importun istifadəsi ilə tanış olmuş olacağıq. İlkin adlandırmada bu sizə çətin gələ bilər, amma narahat olmayın. Başa düşülən formada sizə bunları izah etməyə çalışacağam. Təbii ki, öncədən index.html-im var mənim burada və bunu live serverlə ayağa qaldırmışam, buradadır və stil CSS-də index.html-imizə bağlamışıq. İndi stil.css-də işləri icra etmiş olacağıq. Təbii ki, bu folderin içərisindəyik. Ctrl-B edirəm, sol tərəfi bağlayıram. Və gəlin index.html-də hər hansı bir, məsələn, body içərisində gəlin, bir dənə h2 yazaq ya da p yazaq, məsələn deyirəm, p yazaq, salam yazıram bura. Bu kifayət eləyəcək bizə. Ctrl-S edirəm, gəlin buna bir dənə class ID verək, class verək, daha sonra ID də verək. Məsələn, buna nə deyə bilərik? Text element deyək də bu formada. Cavab case yazaq, element yazaq bura. Daha sonra bir dənə də ID yazaq. Baxın bura. ID yazaq. Məsələn, first text element. Bu formada bir ID verirəm. Ctrl-S eləyirəm və təbii ki, burada ekranda görsənir. Baxın, ekranda görsənir və biraz da yaxınlaşdırdım ki, daha aydın görsənsin. Bunu yazdıq. İndi keçirik stil.css-ə. Baxın, bura keçirik. İlk öncə spesifikasiya haqqında danışacağıq. Deyir ki, kim daha spesifikdirsə, o qalib gəlir. Nə deməkdir bu? ID böyükdür, class element bu formada yazmışıq. Biz bilirik ki, CSS-i burada da yaza bilərik. Məsələn, P içərisində mən style deyərək burada da yaza bilərəm. Və yaxud da ki, ID-yə görə çağıra bilərəm, ona özəllik verirəm, klassa görə çağıraram, özəllik verirəm və yaxud da ki, elementin öz adına görə çağırıb özəllik verə bilərik. Gəlin bunları edək. Məsələn, P yazıram bura, P çağırıram, hələ ki, fikir verin. Sadəcə P çağırdım, yəni bu elementi çağırmış oldum. Buna deyirəm ki, coloru red olsun, baxın, qırmızı olsun. Daha sonra keçirəm aşağı, ID-yə görə çağırıram. Baxın, ID-yə görə nə idi bunun adı? Baxaq bunun ID-si nə idi görək. First element, deməli first text element daha doğrusu. Buradan Ctrl-C eləyirəm, ID ilə class adında fərqli elədim ki, sizə aydın olsun. Bunu seçirik və buna deyirəm ki, coloru məsələn blue olsun bu formada. Daha sonra bir dənə də class yazıram bura. Class-ı da nə idi bunun? Text element olmalı idi, baxın. Bunu buradan Ctrl-C edirəm, keçirəm bura və class-ı da yazıram bura. Buna da color özəlliyi, hamısına color özəlliyi verdim, fikir verin. Məsələn, buna da hər hansı bir şey yazmaq olar da, buradan elə deyil. Məsələn, brown rəngini seçmək olar. Ctrl-S eləyirəm. Nəticədə nə çıxdı? Blue çıxdı. Baxın, blue çıxdı. Niyə görə? Çünki ID daha spesifikdir. Ctrl-X eləyək, hətta bunu gətirək buraya, yapışdıraq bu formada. Ctrl-S eləyirəm, bunu bağlayaq, bunu sıralamasın. Ctrl-S eləyirəm, baxın. Bu rəngi də dəyişək biraz. Məsələn, belə bir rəng olsun. Ctrl-S eləyirəm, bu formada olsun. Bunu da Ctrl-X eləyirəm, gətirirəm bura. Və bu formada qalsınlar. İndi Ctrl-K eləyib açıram bunu. Fikir verin, bunları əzbərləməyə ehtiyac yoxdur. Sadəcə məlumatımız olsa kifayət eləyəcək. Zaten kod yazanda biz bunu görmüş olacağıq. CSS-də həm də kodları yazmaq belə çətin deyil. Niyə görə? Çünki yazdığımız kodun nəticəsini ekranda görə bilirik biz. Ona görə də elə çətinlik yaşamayacaqsınız. Sadəcə mənasını bilmək lazımdır. ID-yə görə element seçdiyimiz zaman və ona müəyyən bir özəllik verdiyimiz zaman CSS-də spesifikasiyadan söhbət gedir. Daha sonra klassa görə seçdiyimiz zaman həmən elementə özəllik verəndə və P, yəni adına görə, elementin öz adına görə seçib ona özəllik verəndə ID daha öndə gəlir. Baxın, ID daha öndə gəlir nə deməkdir? Yəni ID ilə nə vermişiksə, onu götürmüş olacaq elə. Bunu məsələn Ctrl-X eləyib burada yazsam, Ctrl-S eləsəm, yenə eyni formada qalır. Blue qalır bunun rəngi. Niyə görə? Səbəb nədir? Çünki ID-yə görə seçəndə elementləri, baxın buradan yazmışam. Birinci ID-dir. ID-yə görə özəlliyi varsa onu götürəcək. Digərlərini əzmiş olacaq. Əgər ID yoxdursa, Ctrl-K eləyirəm. Baxın, klassa görə olanı götürür. Baxın, klassa görə. ID böyükdür, klass böyükdür element yazmışam. Əgər bu da yoxdursa, Ctrl-K eləyirəm. Baxın, bunu götürəcək. P-ni götürmüş olacaq. Aydındır? Yəni birinci biz CSS-də kodlar yazdığımız zaman elementi ola bilər də fərqli yerlərdə çağıraq və ID-yə görə, klassa görə çağırmış olaq. Bilin ki, ID-yə görə çağıranda o öndə gəlmiş olacaq. ID yoxdursa, klassa görə çağırılıbsa, o digərlərindən öndədir. Məsələn, P element adına görə çağıranda onu əzmiş olur. Amma heç biri yoxdursa, bunu çağıranda təbii ki, bunu götürmüş olacaq. Sadəcə bunu götürmüş olacaq. İndi gəlin belə bir şey eləyək. Bunları atıram, Ctrl-S eləyirəm burada. Gəlin bura baxaq. Burada da bir dənə CSS yazım, style'da CSS yazıram. Məsələn, color-a burada nə deyək? Fərqli yellow deyək. Ctrl-S eləyirəm. Baxın, yellow-nu götürdü. Fikir verin, yellow-nu götürdü. Nə ID-ni götürmədi, nə P-ni götürmədi, nə text elementi götürmədi. Fikir verin, bunları buradan bağlasam da, Ctrl-KC eləsəm, Ctrl-S eləsəm, yenə yellow olur. Rəngi yellow olur. Və bunu açıram, Ctrl-S edirəm, yenə də yellow qaldı. Niyə görə? Çünki elementə burada inline olaraq sətirdə CSS özəlliyi verdiyim üçün birinci onu götürdü. Yox, əgər bu yoxdursa burada, baxın, bu yoxdursa burada,
Bunu silirəm buradan, Ctrl S eləyirəm. Onda ID-yə görə olanı götürəcək. ID-yə görə də yoxdursa, onda klassa görə olanı götürəcək. Klassa görə də yoxdursa, əgər elementin öz adına görə varsa, həmin elementin öz adına görəni götürmüş olacaq. Burada yaza bilərsiniz. Məsələn, burada bir dənə də bölüşdür işarəsi yazarsınız bu formada. Bura yazmaq olar nə? Bura məsələn inline CSS yazmaq olar. Yəni inline CSS varsa o birinci götürüləcək. Yoxdursa ID götürüləcək. ID varsa əgər digərləri nəzir. Yəni belə baxmaq olar ki, inline CSS varsa digərləri nəzir. ID class elementdə yazılanları götürmür. Yəni eyni özəlliklər verilibsə, fikir verin, eyni özəlliklər verilibsə onları götürmüş olur. İndi gəlin belə bir şey yazaq. Məsələn, Ctrl-K eləyib açıram. Burada background coloruna deyirəm. Background coloruna blue deyirəm. Baxın, bunu götürdü. Rəngin hardan götürdü? P-dən götürdü. Burada inline CSS yoxdur çünki. Baxın, bunu qaytaraq, Ctrl S eləyək. Baxın, sarı oldu rəngi. Fikir verin, sarı oldu rəngi. Niyə görə? Çünki inline CSS var burada. Əgər bu olmasaydı, background amma burada olmadığı üçün elə o birisi tərəfdə olanı götürdü. Ctrl S eləyirəm. Bura qayıtdığımız zaman görürsünüz qırmızı oldu. Çünki bunu götürdü. Fikir verin. Bunu götürdü. Niyə görə belə oldu? Hə, background color yazmışıq çünki burada. ID-yə görə background-dan götürdü. Daha doğrusu background-u ID-yə görədən götürdü, rəngi isə P-dən götürdü. Amma eyni özəlliyi verəndə burada color yazsam əgər, color yazsam, onda ID-yə görə olanı götürür. Bunu götürmür artıq. Bunu əzmiş olur. Aydındır? Yəni belə başa düşmək lazımdır. Əgər eyni özəlliyi verilirsə, məsələn color ya background və s. də font size və s. bu kimi şeylər verilirsə, müəyyən bir CSS özəlliyi. Inline CSS varsa birinci onu götürəcək, digərlərini əzəcək. Varsa əgər digərləri onları əzəcək. Inline CSS yoxdursa, ID varsa klassla elementi əzmiş olacaq, elementin özünü əzmiş olacaq. Əgər ID yoxdursa, klass varsa və ya element ikisi də varsa, deməli buradan üstün olaraq klassı götürmüş olacaq və ya klass yoxdursa, P varsa yalnız P-ni götürmüş olacaq. Aydındır? Bu əzmə qaydasıdır. Əslində override adlanır bu. Bir-birinin elementlərinin əzməsidir bu. Aydındır? Daha doğrusu çağırılmaların bu formada CSS seçicilərin bir-birini qabaqlamasıdır. Yəni belə başa düşmək olar ki, inline CSS yazanda birbaşa elementin özünə təsir göstərmiş oluruq burada. Elementə daha yaxınlıqda. Sanki insanlardan götürsə əgər, insanlar necədir? Məsələn, insanın yanında olan bir insan ona söz deyəndə ona daha çox təsir eləmiş olur. Aydındır, başqa kənarlar deyəndə təsir eləmir. Yox, əgər o yoxdursa, kənardan da ID-yə görə, ID daha unique-dir də, yalnız ona müraciət eləyir. Onda onun özəlliklərini götürəcək. Əgər ID də yoxdursa, yalnız P, məsələn, düşünün ki, bütün insanlara müraciət edirsiniz. Bir də var ki, yalnız məsələn kişilərə müraciət edirsiniz. Burada yalnız kişilərə müraciət olunanı götürmüş olacaq. Bütün insanlara müraciət olunmuşu götürməyəcək. Bax bu formadadır bunun qaydası. Əzbərləməyə ehtiyac yoxdur. Zaten kodlar yazdığımız zaman özünüz şahidi olacaqsınız bunun, amma bilməyiniz yaxşıdır. Daha sonra eyni olarsa son yazılan götürülür. Bu nə deməkdir? Məsələn, baxın, mən burada P-ni seçdim bu formada. Colora red deyirəm. Sonra gəlirəm aşağı, bir dənə də P yazıram burada. Baxın, bunu da coloruna məsələn blue deyirəm. Ctrl S eləyirəm, baxın blue-nu götürdü. Yəni son yazılan hansıdırsa onu götürür. Eyni dərəcəlidir də bunlar. Fikir verin, eyni dərəcəlidir. İkisində element adı ilə çağırmışam. Amma burada P-ni çağırmışam, color red demişəm. Burada çağırmışam, colora blue demişəm. Blue-nu götürəcək. Son deyiləni eşitmiş olacaq sanki. Bax belə başa düşmək lazımdır CSS kodlarında. Bunu da bağlayaq, Ctrl-K eləyək buradan. Daha sonra burada miras almaq var. Bu nə deməkdir? Örneğin bu P-ni biz məsələn bir div içərisində yazsaq, Ctrl-X eləyirəm, divə yazıram burada, Ctrl-S eləyirəm. Fikir verin, bunları da bağlayıram, Ctrl-S eləyirəm. Mən gəlib burada desəm, divə desəm əgər sənin colorun məsələn red olsun, Ctrl-S eləyirəm. Baxın, bu P-də ondan götürmüş oldu. Halbuki mən P-yə demədim sənin rəngin qırmızı olsun. Amma divə dediyim üçün P-nin də özündə rəngi olmadığı üçün o divdən götürmüş oldu. Yox, əgər gəlib burada da desəm məsələn P sənin rəngin olsun, məsələn color olsun blue, Ctrl-S eləyirəm, artıq P-ni götürmüş olacaq. Divin içərisində başqa bir element olsa, məsələn H2 olsa burada, H2 yazıram bura, salam 2 yazıram. Ctrl-S eləyirəm, H2 qırmızı oldu, fikir verin. O divdən götürdü. Amma P-nin özünə verdiyim üçün burada color dəyərini, P elə buradan götürdü. P-yə verilən dəyəri götürdü. Da divi götürmədi. Bu artıq bu divə veriləni əzmiş oldu. Nəticədə nə olur? Bu P div içərisində olduğu üçün özündə rəngi olmadığı halda, yəni bu olmadığı halda burada, bu olmadığı halda nə oldu? Divdən miras aldı. O rəngi götürüb istifadə eləmiş oldu. Miras almış oldu. Okay? Bunu da belə başa düşmək lazımdır. Daha sonra bu H-ni buradan Ctrl-K eləyək, Ctrl-S eləyək. Bir də important var burada. Important isə önəmli. Fikir verin, adından da göründüyü kimi önəm mənasını verir. Buradan yazacağam. Örneğin biz bunları açaq təzədən burada. Baxın, ID-yə görə, element öz adına görə Ctrl-K eləyib açıram. Bunu da belə açaq. Bunu Ctrl-X eləyək buradan.
Kifayət eləyəcək. Elə deyil. Bu formada qalsın. Ctrl S eləyirəm. Baxın, biz dedik ki, ID-yə görə, həm elementin özünə görə, bunları da silək buradan. Elementin özünə görə və klasa görə varsa nəyi götürdü? ID-ni götürdü birinci, elə deyil. Mən deyə bilərəm ki, bunu götürsün. Baxın, bunu götürsün. Onda buna deyərəm important. Bax, bu formada yazılır, səhv etmirəmsə. Important. Bax, bu formada. Ctrl S elədiyim zaman artıq ready götürdü. Mən deyirəm ki, bunun digər özəllikləri varsa bunu qabağa atıram. Sanki important daydaylıq eləyir də burada. Deyir ki, bunu eşitsən. Aydındır, bura yazdım. Və ya məsələn bunu buradan Ctrl X eləyərəm, Ctrl S eləyərəm. Baxın, Blue'nu götürdü. ID-yə görə olanı götürdü. Elə deyir. Gəlib buna desəm əgər, Ctrl V eləyib buraya yapışdırsam, Ctrl S eləsəm bunu götürmüş olacaq. Fikir verin. İndi bunun rəngi də biraz fərqli eləmək olar ki, başa düşülən olsun. Baxın, Ctrl S eləyirəm, fikir verin, salam. Burada yazılan RGB ilə yazılana fikir verməyin. Bu da bir rəng növüdür. Biz hətta belə əlimizlə də yaza bilərik. Məsələn, yellow yazaq, qarışmasın fikriniz. Ctrl S eləyirəm. Baxın, sarını götürmüş oldu. Halbuki nəyi götürməli idi? Normal əzmə qaydasına görə nə olmalıdır? Inline CSS varsa onu götürməli idi. Yoxdursa ID-ni götürməlidir. Yoxdursa klası, yoxdursa elementi götürməlidir. Burada fikir verin. ID-yə görə var. ID ilə yazmışam, amma nəyi götürdü? Klasa yazılanı götürdü. Niyə görə? Çünki mən burada importantdan istifadə etdim. Dedim ki, bu önəmlidir. Bunu götürsən. Digərlərini əz. Bunları əzmiş oldu. Buna da deyirlər proqramlaşdırmada override qaydası. Normalda metodları və s. əzmək üçün istifadə olunur proqramlaşdırma dillərində. Burada da elə eyni məna ilə istifadə olunmuş olacaq. Important. Yəni önəmli, override etmiş olur. Yəni bunu götürür, digərlərini götürmür. Aydındır? Bunları əzbərləməyin, məlumatınız olsun. Yəni ola bilər qarışdırasınız. Sadəcə bu qaydanı yadınızda saxlasanız kifayət olacaq. Məsələn, belə yadınızda saxlayın onda. Inline CSS-də background color varsa, ID-də də color varsa, məsələn deyirəm. O demək deyil, inline CSS-dən background color götürəcək, buradan da color götürməyəcək. Yox, elə deyil. Eyni özəlliklər verilibsə, məsələn, inline CSS-də də background color verilibsə, ID-də də background color verilibsə, klassda da elementdə də birinci inline götürəcək. Inline yoxdursa, ID-ni götürəcək. O da yoxdursa, klası götürəcək. O yoxdursa, elementi götürəcək. Ümumiyyətcə yoxdursa, heç nəyi götürməyəcək. Aydın default olaraq nədirsə o rəngdə olmuş olacaq. Və bunu bir dənə yadınızda saxlayın. Inline, ID, class, element. Bunu da necə yadınızda saxlayın? Inline dediyi ki, eyni sətirdə yazılandır, inline yazılandır, elə deyil, sətir daxilində yazılandır. Bu daha yaxındır elementə, bax belə yadınızda saxlayın. Ona görə onu götürəcək. O yoxdursa, ID biz dedik ki, elementlərə özəl davranmaq üçündür. Şəxsiyyət vəsiqəsidir ID elementlərin. HTML dərslərində danışmışıq. Onda onu götürmüş olacaq. O da yoxdursa, class varsa əgər, class da artıq müəyyən bir qrupa bölünür sanki. Bütün elementlərdən qrupa bölünmüş olur. Onu götürəcək. O da yoxdursa, elementə təsir varsa, bütün elementlərə deyirik ki, məsələn, P elementlərinə deyirik ki, color red olsun, nəsə olsun. Onda elementə yazılan, yəni burada məsələn P color yazmışıq red, onu götürmüş olacaq. Aydındır, bir dənə bu qaydanı yadınızda saxlasanız kifayət edəcək. Bir də importantı yadınızda saxlayın ki, harda yazılıbsa o digərini əzmiş olacaq. İndi burada inline CSS-də yazılanı da baxsaq, məsələn bu formada baxın, çox qayıtdıq. Bu formada qayıdaq. Məsələn inline CSS yazaq, stil nöqtə, məsələn color-a deyək ki, red olsun. Bu formada deyək. Burada da gəlib bir dənə ID-yə görə olanı açaq. Məsələn bunu Ctrl KC eləyəcəm, amma bunu götürək. Ctrl X eləyək, buraya yapışdıraq. Ctrl V eləyək, bu açılsın buradan. Ctrl S eləyirəm. Baxın, Blue-nu götürdü yalnız. Burada da red var. Baxaq bir dənə. Blue-nu götürdü bu. Çünki buranı yaddaşa verməmişik. Bunu götürməli idi. Baxın, red-i götürməlidir. Və gəlib burada desəm important, baxın, important desəm əgər Ctrl S eləsəm, baxın bunu götürdü. Yenə bunu götürdü. Yəni öncəki inline CSS-i də bunu götürməli idi əslində. Amma mən ID-yə important dediyim üçün bunu götürmüş oldu. Yəni ID-dən gələn özəlliyi götürmüş oldu. Bu qədər. Yəni bunu bu formada başa düşsəz, CSS-də bu override qaydaların spesifikasiyanı bu formada başa düşsəz və sizə kifayət etmiş olacaq. Bunu da buradan silək. Mən faylları sizinlə paylaşacağam. Və fayllarda bilirsiniz ki, hər videonun altında dərs faylını yükləmək üçün link adında paylaşıram sizin üçün. Hər videonun açıqlamasına baxsaz əgər, fayllar, folderlər olan videodursa əgər, məsələn, ola bilər ki, elə dərsimiz nəzəri dərs olsun, orada folder olmasın. Yazacağam ki, nəzəri dərsdir. Aydındır? Amma normalda dərslərimizin burada yazdığımız folderləri mən hər videonun altında açıqlama hissəsində sizinlə paylaşıram. Bu qədər. Artıq CSS-də bunları bildik. Bunlar biraz can sıxıcıdır əslində CSS-də. Artıq növbəti dərsimizdən başlayırıq elementlərə necə təsir edə bilərik, tekst özəlliklərini necə dəyişə bilərik və s. bu formada CSS özəlliklərindən sizi tanış etmiş olacağam. Ümid edirəm faydalı dərs oldu. Bir sonraki dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.